Hamıya salam dostlar, kanalıma və videoma xoş gəlmişsiniz. Mənim adım Fatimədir. Bu gün sizlərlə bir yerdə bir günlük vlog qoyacağıq. Kursa gedəcəm, dostumla görüşəcəm və sair şeylər. Evə gələndən sonra da dərs oxuyacağam. Saçım şişdi, yəni ona fikir verməyin, amma olsun, tələsirəm. Outfitim də belə, yəni kursa gedirəm, onsuz da klasik, basic şeylər daha rahat olaram deyə düşünürəm. Deməli, hal-hazırda çıxdım evdən və kombində dəyişiklik oldu. Şalvarımı bəyənmədim sonradan və belə şort geyindim. Nə qədər göstərə bildim bilmirəm, çünki günəş var. İndi gedirəm, metro ilə falan kursa gedəcəm. Əlimdə falan kitab dəftər, istidən ölürəm, gedirəm. Kitab dəftərləri daşımaqda çox çətindir bu istidə. Yəni bu istidə tək tövsiyəm oturun evdə, yəni çıxmayın çölə. Bu necə bir havadır, çox pisdir. Nəfəsim çatmır, yəni danışa da bilməyəm. Hər nəysə də gedək tez. Deyəsən çox keçarım. Deyəsən. Yaxşı. Mənə deyəcək qabaqda hər şey çəkməliyəm. Məni dışlayın. Hal-hazırda İstidə belə gözəl görünürük də, yəni o yüzden. günəş işığı. Gedirik hara hazırlığa. Hazırlıq hardaydı yadımdan. Ki həyat. Şimdi gedirik ikinci dərs. İkinci dərs. Sizce yok diyor burada adamın. İkinci dərs nə idi? Conversation club. How many stars? They have souls. Yes. That's why. My friends at my friend's home. O nə? Conversation. Ən maraqlısı məncə. Evə. Həm əsas dərs olur, həm də conversation. Əhməd oldu. Ay yıxıldı. Gəl ona verəcəyik. Davay da gel. Əlimi niyə tutursan? Deməli evə gedirəm. Günüm keçəcək. Kameranı yaxşı tuta bilmirəm, üzrlü sayın. Çox yorğunam. Deməli indi gəldim evə. Çox yorğunam, yəni əynimi falan dəyişdirdim. İndi özümə kofe hazırlayacağam, gedəcəm dərs oxuyacağam, yemək falan yemişəm. Hava da qaralıb. Belə. Çox səliqəli iş görürəm. Və hər tərəfi baxdım. İndi belə bir də kapuçinonu aça bilsəm. Görüntü olaraq belə bir şey alınır. İndi qapağını falan qoyub düzəldəcəyik. Kofemi aldım. Çox dadlıdım. Bir də indi dərsimiz eləyək. Başlayaq dərsə. İlk öncə otağımın işığına görə üzr istəyirəm. Çünki işığı yəni çox zəifdir. Onu yəni gələn videolarda düzəlmiş olacaq. Çünki hal-hazırda yəni heç vaxtım yoxdur işıq. Yəni lampa almağa. Bu da yəni hər nəysə, indi keçək dərsimizə. Dərsim PDF-dəndir, yəni belə deyil. Əlavə bir telefon və yaxud da ki, notebookdan falan onu həll edəcəm. Ondan qabaq mən istəyirəm bu yazdığım şeyləri oxuyum, öyrənim. Çünki sabah məndən yəni bunu soruşacaqlar. Yəni vokabları, bunları öyrənim. Ondan sonra PDF-dən özüm həll eləyərəm.
yaşımı neyim? Ürək o ürəkdir, həvəs o həvəs. Gah arana düşür, gah dağa meylim. Nədir sinəmdəki bu duyğular bəs? Elə bir dünənin uşağıyam mən. Bu eşqə həvəsə bəzən gülürəm. Amma qınamıram özümü bəzən. Gedirəm bu akşam, gedirəm gülüm. Bilirəm gülüzün solacaq mənsiz. Gedirəm gəlməsən qalacaq sevgim. Bəlkə də gözlərim dolacaq mənsiz. Gedirəm gəlməsən qalacaq sevgim. Bəlkə də gözlərim dolacaq mənsiz. Yaşadır sevdalı bir xəyal məni. Gedirəm gəlməsən yada sal məni. Yaşadır sevdalı bir xəyal məni. Gedirəm gəlməsən yada sal məni. Başa düşmədiyim şeylər var və kitabdan istifadə eləməliyəm. Kitab nədir? Telefonla. Çox pis oldu. Kəndə geçseydik, dərd sərdən qurtarardık. Sakit bir güşədə dincələrdik. Sərin sular, yaşıl çəmənlər, qaranquşlar, bənövşələr. Deməli, burada sözləri yazmışam, yəni vocabulary yazmışam. Məsələn, consistently, davamlı şəkildə, impact, təsir. Yəni, bu kimi sözləri yazmışam. Bu tərəfimdə də suallar falan var. Yəni, indi onları oxuyub öyrənməliyim. Əslində, mən bunu PDF-dən öyrənə bilirdim. Sadəcə, yəni telefonuma görə öyrənə bilmədim. İndi buradan öyrənəcəm. Stitchimə baxın, çox şirin deyil. Məncə çox şirindir. Da bizdən bir yerdə dərs oxuyur deyəsən. Dərsim bitdi. Daha doğrusu bitmədi. Converse-də PDF olan hissəsi qaldı.
Onu yəqin ki, videonu bitirəndən sonra gecə ya da səhər kursa getməmişdən qabaq metroda falan oxuyaram. Bu qədər, yəni o mətindir zaten. Belə özüm də ki, saçım falan çox iyrəncdir. Gedib indi filmə baxmaq istəyirəm. Filmə baxandan sonra böyük ehtimal yatacağam. Vlogda bitəcək. Yəni indi hal-hazırda xaladenik açmışam, nəsə axtarıram yeməyə. İndi tapım yeyəcəm. Hər nəsə, ondan əlavə də ki, filmə baxasım olmadım. Ecin Sulan baxacam. Fanıyam bu arada, yəni çox sevirəm.